ABŞ hərbçiləri cümə günü bildirib ki, İrana qarşı əməliyyatları dəstəkləyən zaman qəzaya uğrayan KC-135 yanacaq doldurma təyyarəsinin bütün 6 ekipaj üzvü həlak olub. Associated Press məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı, Yaxın Şərqdə əməliyyatları idarə edən qurum, bildirib ki, cümə axşamı İraqın qərb hissəsində baş verən qəza, Dost hava məkanında 2 təyyarəni əhatə edən qeyri-müəyyən hadisədən sonra baş verib və digər təyyarə təhlükəsiz eniş edib. Qəza epik qəzəb əməliyyatı zamanı ABŞ üçün ölüm sayını ən azı 13 hərbçiyə çatdırıb. Digər 7 hərbçi döyüş zamanı həlak olub. Pentagonun bu həftə əvvəlki açıqlamasına görə, təxminən 140 ABŞ hərbçisi yaralanıb, onlardan 8-i ağır vəziyyətdədir. KC-135 artıq 60 ildən çoxdur xidmət göstərir və bir neçə ölümcül qəza ilə əlaqələndirilib. Ən sonuncusu 2013-cü ildə olub. Təyyarələrin etibarlılığı ilə bağlı narahatlıqları artıran amillərdən biri də bəzi hallarda paraşütlərin olmamasıdır. Qəzanın səbəbi dərhal bilinmir. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, qəzanın şəraiti araşdırılır, lakin təyyarənin itməsi, düşmən və ya dost atəşi səbəbi ilə baş verməyib. KC-135 Stratotanker digər təyyarələri havada yanacaqla təmin etmək üçün istifadə olunan ABŞ Hərbi Hava Qüvvələri təyyarəsidir. Bu, təyyarələrin daha uzun məsafə qət etməsinə və eniş etmədən əməliyyatları davam etdirməsinə imkan verir. Hərbi ekspertlərin sözlərinə görə təyyarə həmçinin yaralıların aeromedia evakuasiyasında və ya müşahidə missiyalarının həyata keçirilməsində istifadə olunur. Əsas KC-135 ekipajı 3 nəfərdən ibarətdir. Pilot, köməkçi pilot və bom operator. Aeromedia evakuasiya missiyalarında isə tibb bacıları və tibbi texniklər əlavə olunur.